Zülfüqar, necə namaz qılırsan? Əlini əlin üstünə qoyaraq? Yadımda deyil, sağ solun üstündə idi, yoxsa sol sağın üstündə. Sünni olduğum zamanlarda necə namaz qıldığımı unutmuşam. Xeyr, xeyr, mən əli əl üstünə qoyaraq namaz qılmıram. Əksinə, hər iki əlimi aşağı uzadıram. Necə ki, bunu Allah Rəsulu əmr etmişdir. İndi də gəl mənimlə birgə Musnəd Əd-Darimidə yazılanı oxu. 1-ci cild, səhifə 839. Hədisin ilk sətirlərinin müxtəsəri budur ki, sahabələrdən biri məscidə daxil olub namaz qıldı. Allah Rəsulu sallallahu aleyhi və aleyh ona belə buyurdu: Namazını yenidən qıl. O da namazını yenidən qıldı. Sonra Allah Rəsulu ona yenə də namazını yenidən qıl deyə buyurdu. Həmin şəxs dedi: Nəyi naqis etdim ki? Bilmirəm namazımda mənə nəyi eyib tutdun. Allah Rəsulu da ona belə buyurdu: Sizdən birinizin namazı o zaman tamam olar ki, izzət və cəlal sahibi olan Allahın əmr etdiyi kimi gözəl bir tərzdə dəstəmaz alsın. Belə ki, üzünü və əllərini dirsəklərə qədər yusun. Burada Allah Rəsulu Allahın kitabında gələn dəstəmaz ayəsini izah edir və buyurur ki, üzünü və əllərini dirsəklərə qədər yusun. Başına və hər iki ayağının dik hissəsinə qədər məs çəksin. Deməli, ilk olaraq gözəl bir tərzdə dəstəmaz almalıyıq. Üzümüzü və əllərimizi dirsəklərə qədər yumalıyıq. Başımıza və ayaqlarımızın dik hissəsinə qədər məs çəkməliyik. Ayağa məs çəkməlisən, yumalı deyilsən. Siz isə ayaqları yuyursunuz. Allah Teala və onun Peyğəmbəri isə deyirlər ki, ayaqlara məs çəkin. Deməli, namazdan öncə dəstəmazınız batildir. Namaza gəlincə isə Allah Rəsulu belə buyurur: Allaha təkbir söyləyib ona həmd etməli, Qurandan Allahın ona izin verdiyi yeri oxumalı, sonra təkbir söyləməli, sonra hər iki əlinin içini hər iki dizinin üstünə qoyaraq rükuya getməlidir. Gözlə. İndi də görüm, Allah Rəsulunun təkbirdən sonra bir əlini digərinin üstünə qoy və Qurandan bacardığın qədərini oxu kəlamı harda yazılır? Necə ki, Vahabilər bugün belə edirlər, əli əlin üstünə belə qoyurlar. Məyər beləcə bir əli digər əlin üstünə qoymağı sizə Allah Rəsulu əmr edib? Məyər beləcə bir əli digər əlin üstünə qoymağı sizə Allah əmr edib? Cavab: əlbəttə ki, xeyr. Bəs namazda bir əlin digərinin üstünə qoyulması bu səhih hədisin harasında yazılır? Gəlin tamamlayaq. Bəlkə ola bilsin ki, Peyğəmbər bizə əli əl üstünə qoymağı söyləmişdir. Hətta bütün oynaqları xatircəm və rahat olmalıdır. Burada Peyğəmbər namazın keyfiyyətini dəqiq təfsilatı ilə izah edir. Belə ki, bütün oynaqlar rahat olmalıdır. Həmçinin belə buyurur: əllərini dizlərinin üstünə qoymalıdır. Peyğəmbərin namaz barəsindəki təfsilatına diqqət yetirin. Bununla yanaşı əli əl üstünə qoymağı söyləmir. Gəlin tamamlayaq. Bəlkə ola bilsin, Peyğəmbər bizə əli əl üstünə qoymağı irəlidə söyləmişdir. Sonra deməlidir: Səmi'allahu limən hamidə. Sonra ayağa qalxmalı və qamətini düzəltməlidir. Bununla da hər bir sümük öz yerinə oturmalıdır. Peyğəmbərin necə də dəqiqliklə izah etdiyinin və bunu təkrar etməsinin şahidi oluruq. Peyğəmbər sözlərini tamamlayaraq buyurur: Bununla da hər bir sümük öz yerinə oturmalıdır. Ya Allah, Allah Rəsulu tərəfindən necə də dəqiq izah və açıqlamadır. Görəsən, əli əl üstünə qoymağı söyləyəcək. Sonra təkbir söyləməli, səcdəyə getməli və alnını yerə qoymalıdır. Hətta bütün oynaqları xatircəm və rahat olmalıdır. Alnını yerə qoymalıdır, səccadəyə yox. Yer yəni torpaq, yəni bitki, yəni daş, yerin bitirdiyi hər hansı bir şey. Peyğəmbər namazı dəqiqliklə izah etməyə davam edir. Sonra təkbir söyləməli, qalxıb yerində dik oturmalı və qamətini düzəltməlidir. Beləliklə o, namazı 4 rükətlə belə izah etdi və sözlərini bununla bitirdi. Bunları etməyincə heç birinizin namazı tam olmayacaq. Hədisin isnadı səhihdir. Allahu Ekber. Allah Rəsulu namazı necə də dəqiqliklə izah edir. Sümüklər, oynaqlar, əllərin içi, diz və alın. Lakin əli əl üstünə qoymaqdan danışmadı. Bəs siz əli əl üstünə qoymaq bidətini hardan götürdünüz? Axı nə üçün namazda bir əlinizi digərinin üstünə qoyursunuz? Budur, Allah Rəsulu səhih hədisdə açıq-aydın izah edir və sizə əli əl üstünə qoymağı söyləmir. Deməli, dəstəmazınız və namazınız batildir.